Qatığı özüm hazırlamışam. Mən gördüyünüz kimi. Baxın bu formada. Əgər qatıq belə bir formadadırsa, yəni möhkəmliyini qoruyub saxlaya bilirsə, deməli qatıq yaxşı hazırlanıb. Bilən bilir, bilməyən bilmir ümumiyyətlə. Yəni bunun hazırlanmaq prosesini istəmirəm də o xırdalıqlara toxunum. Ümumiyyətlə hazırlanan qatıq da həmişə bir 3 gün, 5 gün xaldenikdə qalandan sonra daha çox dadlı olur. Qatıq var ki, qaşıq vuran kimi görürsən ki, ümumiyyətlə parçalanır, tez ovulur, hətta suyu çox olur. Ümumiyyətlə bir çoxları onu sulu görəndə də hətta fikirləşirlər ki, qatığın pis suyudur, amma əslində suyu çox xeyirlidir. Mən yəni xiyardan istisnalarda istifadə edirəm. Bütün öz qidalandığım yeməklərdə soğan hansı fəsildən asılı olmayaraq mənim üçün yəni ilk öncədir. Belə bir yemək hazırlamışam. Qatıqla yeyirəm. Greska bir də düyüdən ibarətdir. Pomidor ürəyə çox xeyirdir ümumiyyətlə. Qanın hətta işləməsinə, xüsusilə də kişi üçün müəyyən orqanizmlərdə daha çox xeyir var pomidorun. İnandırım ki sizə. Bismillah. Mən yəni hər dəfə də çörəkdən istifadə edirəm. Düyü olsun, greska olsun, vermişul olsun, bulgur olsun, yəni bütün dənli bitkilərdə hazırlanan yeməklərə baxmayaraq xəmir xorələrində də yəni mən çörəkdən istifadə edirəm. Həqiqətən çox gözəl hazırlamışam. Baxın, görün necə möhtəşəm bir formada qatıqdır. Çox dadlı. Elə adam var, ümumiyyətlə onun əlində yaxşı düşür. Elə adam var, uyuyur, belə deyək. Yəni qatıq elə deyirlər. Elə adam var, uyumur onda. Südün hansı temperaturda istiliyindən, dərəcəsindən asıdır onu hazırlamaq. Mayanın nə qədər vurulduğundan asıdır. Həqiqətən çox. Saat 7-yə qalıb 15 dəqiqə. 16 dəqiqə. Hə, bir də ki, bunun üzərinə mən limon əlavə elədim. Mənim belə deyək də, yüngülvari atışdırmalı yeməyimdir. Mətbəxdə qazın üstünə qoymuşam. Toyuq əti də qaynayır. Müəyyən hissələri kəpin yığacam. Ərpin. Sonra tavada qızardacam. Püre ilə saat 11-12-də oyun yedim. İnşallah. Çox möhtəşəmdir. Hələlik özünüzə yaxşı baxın. Çalışın. Yemək bişirin. Yeyin. Pəhrizdən uzaq olun.